1-ci Qarabağ müharibəsində tabor komandiri olarkən Monti Melkonyana tabe idim. Qafqaz Media xəbər verir ki, aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyan dövlət ittihamçılarının suallarını cavablandırarkən bu barədə bildirib. O, müharibə zamanı Ağdərədə, Xocavənddə, Kəlbəcərdə, Ağdamda Azərbaycan hərbçilərinə qarşı döyüşdüyünü etiraf edib. Xocavənddə 8 tabor var idi, mən də onlardan birinin komandiri idim. 8 tabor rayonun müdafiə xəttinə tabe idi, onun rəhbəri Monti Melkonyan, ordunun komandiri isə Samvel Babayan idi, deyə o bildirib. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.